Sinüzit başında olan hava boşluqlarının çirklə dolmasıdır. Qardaş, bax sənin başının müxtəlif yerlərində, alnında, burnunun kənarlarında, gözünün altında hava boşluqları var. O hava boşluqları soyuq dəymə və zökəm zamanı çirklə dolur. Sonra başlayır gözün qızarmağa, üzün şişməyə, baş ağrıları yaranır, burnundan müxtəlif rəngdə seli, çirk axmağa başlayır. Qoxu bilməni itirirsən, havaya və səsə və işığa qarşı xüsusi bir həssaslıq hiss eləməyə başlayırsan. Yəni əslində sənin burun tutulmasıdır deyib keçdiyin şey ya sinüzitdir, ya qaymoritdir, ya da bu xəstəliklərin başlama dönəmidir. Bəs necə eləmək lazımdır? Çünki qarşısını almasaq, o boşluqlar tam şəkildə dolacaq, qalıcı korluq, eləcə də meningit kimi xoşa gəlməyən xəstəliklərə qədər gətirib çıxardacaq. Mənim sizə tövsiyəm bir əczaçı kimi sinusol majoron spreydir. Deməli, bu sinusol majoron spreyi istifadə edildiyi zaman tərkibindəki dəniz suyu, asidil sistein, eləcə də bitki ekstraktlarının köməyi ilə istifadə edildiyi zaman təkcə burun açıcı təsir göstərir. Burun açıcı təsiri ilə yanaşı burun boşluqlarından haymor boşluqlara keçərək orada yığılan çirki, iltihabı parçalayaraq burun boşluğundan xaric edir. Sən bu spreyi istifadə etdiyin hər gün burnundan gələn çirkə, seliyə təəccüblənəcəksən və ən əsası rahat nəfəs almanın necə bir şey olduğunun fərqinə varacaqsan. Ölkənin bütün apteklərində bu sprey əl satandır. Olmasa da əczaçılarımızdan xahiş edirsiniz, sifariş edib gətirirlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Balaoğlanla hər zaman sağlam qalasın.